Salam, hər vaxtınız xeyir olsun. Mən SLM Akademiyasının Texnologiya Fənn üzrə təlimçisi Fatimə Məmməzadə. Bugün sizinlə 6-cı sinifdən 5-ci mövzumuz olan sanitar texnika avadanlıqların sadə təmir mövzusunun əsas hissələrinə, imtahana düşən hissələrinə izahını verəcəm. Mövzumuza ilk giriş hissəsində bunu qeyd etmək istəyirəm ki, hər bir mövzu kitabdan oxunulmalıdır. Kitabın, daha doğrusu dərsin sonunda təhlükəsiz qaydalara diqqət yetirilməlidir. Çünki həmən hissələrdən də düşə bilər və hər bir mövzumuzun şəkil hissələrinə mütləq şəkildə diqqət edilməlidir. İndi isə dərsimizə keçid edə bilərik. Sanitar texnika avadanlıqların sadə təmiri. Hər birimizin məlumat olduğu kimi məktəblərdə və mənzillərdə su ötürücü və su kranlarından istifadə olunur. Həmən bu avadanlıqlar sanitar texnika avadanlıq adlanır. Bu sanitar texnika avadanlıqlarda müxtəlif nasazlıqlar yarana bilər. İlk öncə şəkil 1-də birinci su qarşıdırıcı kranın hissələrinə tanış olaq. Çünki imtahanda şəkil verilib bu kranın hansı növdür deyə sual düşə bilər. Birinci su qarşıdırıcı krandır və yaxud kranın hissələri verilib 5-ci hissənin adını soruşa bilər. Biz təbii ki, birinci su qarşıdırıcı hissələrini bilməliyik ki, 5-ci təsvir edici pərçimin olduğunu bilməliyik. Bu zaman birinci dəstək, 2 su şırnağı tənzimləyicisi, 3 keramik kartric, 4 gövdə, 5 təsvir edici pərçim, 6 isə əyilən su borularıdır. Birinci su qarşıdırıcının xüsusiyyəti nədir? Fərdi quruluş xüsusiyyəti ondan ibarətdir ki, eyni zamanda iki başlığın funksiyasını yerinə yetirən bir qolun olmasıdır. Bu nə deməkdir? Yuxarı və aşağı, həmçinin sağ və sola çevirərək təzyiqi və eyni zamanda verilən suyun temperaturunu asanlıqla tənzimləmək olur. Digər kranımız ventili su qarşıdırıcı krandır. Ventili su qarşıdırıcı kranın 3 hissəsi var. 1. Gövdə, 2. Ventilli başlıq, 3. Su axan boru. Su qarşıdırıcı kranlarımız su ilə daim təmasda olduğu üçün onların metal hissələri latundan və tuncdan, kran başlıqları isə plastik kütlədən və metaldan, sıxıcı ara qatları rezindən, dəridən və plastik kütlədən hazırlanır. Bunu da qeyd etmək istəyirəm ki, sual düşə bilər ki, su qarşıdırıcı kranları təmin etmək üçün nəyi bilmək lazımdır? Onların quruluşunu və hissələrini bir-birinə fərqləndirmək bacarığı. Bu da düşə bilər. Dediyim kimi, əsas hissələri qeyd etmək istəyirəm. Ventili başlıq su qarşıdırıcı kranın tərkib hissələrindən biridir. İkinci hissəyə baxaq. Bu bizim ventili başlığımızın quruluşudur. Şəkil 3, təbii ki, bu hissələri bilmək lazımdır. Burada 1 kran başlığı, 2 şpindel, 3 qayka, 4 kipkəc, 5 şayba, 6 gövdə, 7 araqat, 8 qapaq, 9 araqat, 10 şayba, 11 vint. Asanlıqla yada saxlaya bilərik ki, burada 2 araqatımız var, 7 və 9 araqat. Həmən bu 7-9 araqatın arasında 8 qapaq var. Bu kimi asan yadda saxlaya bilərik. Sual olaraq, ventil başlıq açıq qaldığı zaman su kran başlığına şpindellə axırsa, bu zaman nə etmək lazımdır? İlk öncə qaykanı saat əqrəbi istiqamətində möhkəm sıxmaq lazımdır. Əgər bizim variantımızda həmin bu hissə yoxdursa, yəni qaykanı saat əqrəbi istiqamətində möhkəm sıxmaq lazımdır cümləsi yoxdursa, köhnə kipkəci çıxarıb yenisi ilə əvəz etmək olar. Bu doğru cavabdır. Amma yenə də biz mövzunu oxumalıyıq və ardıcılığa bilməliyik. Qaykanı saat əqrəbi istiqamətində möhkəm sıxdıq, amma bu bizim işimizə yaramadısa, bu zaman qaykanı tam açırıq. Bura diqqət yetiririk. Nazik vint açanla köhnə kipkəci şpindellə gövdənin arasında olan deşikdən çıxartmaq lazımdır. Deşikdən çıxartdıqdan sonra şpindelə
bir neçə qat yağ hopdurulur. Kərtəməyə çətinliklə doluyuruq. Qayğı ilə dikib gecə sıxıb gövdəyə bağlamaq lazımdır. Şpindelin rahat fırlanması kran başlığı ilə yoxlanılır. Həmçinin köhnə kipkeci çıxarıb yenisini əvəz etmək olar. Təbii ki, bu ardıcıl bilmək lazımdır. İlk növbədə soruşursa bizə qayğanı saat əqrəb istiqamətində möhkəm sıxmaq lazımdır cümləsi doğrudur. Bunların heç biri olmadıqda köhnə kipkeci çıxarıb yenisini əvəz etmək olar variantını da doğru şəkildə qəbul edirik. İkinci halda əgər ventil bağlıdırsa, amma kranın su axır və ya onu açdıqda su qarşıcı kran uğulduyur, titrəyir. Yenə də ilk növbədə biz nə edirik? Sistemimizə gələn su təchizatına suyu bağlamaq lazımdır ki, suyun tam kəsikliyinə əmin olmalıyıq. Yenidən kran başlığını saat əqrəb istiqamətinə fırladırıq, ventil başlığını açırıq. Kran başını bağlayan venti açıb onu çıxarırlar. Daha sonra ventil başlıq gövdəsini açarla çıxarıb ara qatının yenisini əvəz edirlər. Burada da bir nüansı qeyd edeyim. Əgər bizə təbii ki, ilk növbədə soruşursa, su təchizatına gələn suyu bağlamaq lazımdır. Yenə buradakı ardıcılığı bilmək lazımdır. Amma qısa konkret, bunların heç biri olmadıqda ara qatını yenisi ilə əvəz edirlər. Nə zaman? Əgər ventil bağlıdır, kranın su axıb uğuldayı titrəyirsə, nə edə bilərik? Ara qatının yenisini əvəz edə bilərik. Bunu da götürmək doğrudur. Əgər qapaq ara qatıla şpindeldən düşürsə, şpindeli gövdədən fırladıb açmaq, qapağı çıxarmaq, çəkic zərbələri ilə şpindelin ucundan deşik yerinə vuraraq deşiyin diametrini edirik, azaldırıq. Sonra döyəcləmə vasitəsilə qapağı şpindelin deşiyinə taxıb kernerlə deşiyi yaslamaq lazımdır. Üçüncü nüansda kran başlığını axıra qədər bağlamaq olmur. Su püskürüb axırsa, bu nasazlığı aradan qaldırmaq üçün ventil başlığını dəyişməyə lazımdır. Nasazlığı aradan qaldırmaq üçün. Amma bizim səbəbini soruşsa sualımızda, təbii ki, səbəbi gövdədə ya da şpindeldə yivin dağılmasıdır. Mənzillərdə su qovşanının təmirini kimlər yerinə yetirir? Sanitar texniki işlər üzrə çilingərlər. Həmin bu insanlar nəyi bilməlidir? Kilitli işləməyi bacarmalıdır. Çilingər alətlərinə düzgün istifadə etməyi və nasazlıqlardan qaldırma yollarını bilməlidir. Təhlükəsizlik qaydalarına yerinə yetirsək, nəzərə salsaq, burada ventil başlığını yastağız kəlbətinə çıxarmaq olmaz. Çünki ventil səthi zədələnə bilər. Qətiyyən yastağız kəlbətinə çıxarmaq olmaz. Bu hissəyə diqqət yetirmək lazımdır. 6-cı sinifin 5-ci mövzusu sanitar texnika avadanlığının sadə təmiri mövzusuydu. Əsas hissələri isə qeyd etdim. Ümid edirəm ki, aydın izah olundu.